Kətan toxumunu üyütdüm. Azalmışdı deyə. Gündəlik istifadə edirəm, ona görə üyüdürəm. Hər gün istifadə etməyəndə lazım olduğu qədər üyütmək lazımdır. Chia toxumu. Bundan getdim aldım. Bizdə burada Antep çərəz yeri açılıb. Çox gözəl, hər şey var. Çiy halda çox faydalıdır. Yoğurt, biraz da qatıq qatacağım. Gündəlik belə bir şey. Burada kətan toxumu, chia toxumu və boranı dənəsi. Kabarşkinin tumu. Nə bilim, hərə bir cürə deyir ona. Belə. Bu yoğurtu da dökəcəm. Çünki yoğurtdan daha qəşəng olur. Fərqli bir də Activia yoğurtu. İminə bu yoğurt çox gözəldir. Bağırsaqlara nədir? Bağışıqlıq sistemi. Sonra bura biraz da qatıq da əlavə edəcəm. Cavanlaşdırıcı yoğurtum hazır. Biraz qalacaq. Bir 3-4 saat gün ərzində yiyəcəm. Ola bilsin ki, növbəti günə də qalar. Növbəti gündə yiyəcəm.